Sabahınızı salam uşaqlar, mən Nərgiz, kanalıma və videoma xoş gəldiniz. Başlıqdan da gördüyünüz kimi bu video tarix haqqındadır. Bildiyiniz kimi mən 2-ci qrup üzrə hazırlaşıram və tarix fənni blok imtahanında imtahan verəcəyim fənlərdən biridir. Və mən tarixi heç bir zaman sevməmişəm. Nəticələrim də tarixdən digər fənlərə baxanda o qədər ürək açan olmayıb heç vaxt. Bu biraz da tarixi sevməməyimdən və ona yetəri qədər diqqət ayırmamağımdan da irəli gələ bilər. Amma əgər bir abituriyent yüksək bal toplamaq istəyirsə, xüsusilə də 2-ci qrupda, tarixdən müəyyən qədər bal götürməliyəm. Bunun da fərqindəyim. Artıq mən 10-cu sinifi bitirdim və 11-ci sinifə keçəcəm. Gələn il verəcəyim blok imtahanı məni çox narahat eləyir. Tarixdən demək olar ki, heç bir şəkildə bazam yoxdur. Blok fənlər üçün mənim ən zəif fənnim tarixdir. Mən riyaziyyatı tarixdən daha yaxşı bilirəm. Riyaziyyatdan 2 dənə toplum, bir dənə dəftərim var. Tarixdən bir saniyə kitabları gətirəcəm. Bir adamda tarix kitablarına baxa bilərsiniz. Deməli, nə var burada? Mehdi Həsənovun Azərbaycan tarix kitabı. Cahid İmanovun Ümumi tarix kitabı. Bu arada bunun Azərbaycan tarix versiyası da var. Onu itirmişəm. O qədər məsuliyyətliyəm ki, tarix kitablarına verir. Sonra toplu bu nədir? Ümumi tarix 7-ci sinif, ümumi tarix 8-ci sinif. Bunlar hamısı müəllif kitablardır. Bunlar müəllim konspektləridir. Bu Azərbaycan tarixi 8-ci sinif. Deməli, ümumi tarix situasiya kitabı, bir də Azərbaycan tarixi situasiya kitabı. Mənim o qədər çox tarix kitabım var ki, görən elə biləcək bütün gün oturmuşam, tarix oxuyuram. Mehdi Həsənovun kitabı yalvarır ki, Nərgiz, nə olar, aç məni oxu. Bir aralar bunu oxuyurdum, sonra bəhanə edim ki, bu kitab çox qarışıqdır. Altından falan çox xət çəkilib sözlərin, qarışıq gəlir, dili çətində oxuya bilmirəm. Keçdim bunlara. Bunlar müəllim konspektidir hamısı. Daha sadə dildə yazılıb. Amma 2-ci qrupam və mənim əsas fənlərim riyaziyyatla coğrafiyadır. Mənim riyaziyyat və coğrafiyadan situasiya kitabı yoxdur, mənim tarixdən situasiya kitablarım var. Bir saniyə, situasiya kitabını açmısanmı deyə sual versəniz. Birinci situasiyanı işləmişəm, hətta işləməklə qalmamışam, hətta yoxlamışam. Sonrası ikinci situasiyanı işləməmişəm artıq. Ümumi tarixə bu vaxt buradan 2 dənə işləmişəm. Bir dənə işləməmişəm. 2 dənə situasiya işləmişəm. Zəbt olsa haqqıma gülməyək, əziyyət çəkmişəm, o böyle 3 dənə situasiya işləmişəm. Bu kitabların hərəsində neçə situasiya var? 100 mənbə, 200 situasiya var və mən bunlardan düz 3 dənəsini işləmişəm. Həqiqətən, böyle fəxr. Topludan sadəcə Osmanlı dövlətini işləmişəm. Görürsünüz, o qədər əmək verirəm, o qədər çox sevirəm ki tarixi. Gecə-gündüz tarix kitabları əlimdən düşmür. 2 dəfə blok imtahanında iştirak eləmişəm. Bir dəfə burada. Bir dəfə dekabrın 8-i getmişəm, bir də mayın 5-i bu yaxınlarda getdim. Dekabrın 8-i 18 bal nəticə göstərmişdim. Bir də mayın 5-i getdim. Orada 46 ya 49, yəni bura qoyaram, belə bal topladım. Arada fərq var mı? Var. Ən azından. Keçən dəfə dekabrdakı sınaqda tarixə əl vurmamışdım ümumiyyətcə. Ən azından bu dəfə getdiyim may sınağında tarixi işlədim yəni. Tarixin üzərində bir əmək var. Əziyyət çəkmişəm bunun üstündə. Situasiyanı belə yazmışam, mən situasiya vərəqini açdım. Situasiyadan 2 dənə düz yazmışam. Vərəq israf olmadı. Situasiyasını belə yazmışam İndi sizə göstərəcəm. Burada bəzi kodlaşdırma səhvləri eləmişəm. Sırf nöqtə ilə kodlaşdırmışam deyə açıq suallara səhv gedir. Bu mənim getdiyim birinci sınaqdır. Bu sınağa da 5 aydan sonra mayda getmişdim. Açıq sualları aralarına nöqtə qoyub kodlaşdırdığıma görə hardasa 6-7 bal itirdim. Məsələn, cavab burada 2-5-dir. Mən 2.5 şəklində kodlaşdırmışam. Eyni şəkildə aşağıdakı sualda da cavab 2-4-dir, amma mən 2.4 kimi kodlaşdırdığıma görə səhv götürülüb. Yəni, kompüter səhv oxuyub cavabı. Əgər apellyasiya falan versəydim, tarix üzrə balım böyük ehtimal 50% keçəcəkdi.
Fərqindəyəm, 50% o qədər də gözəl bir nəticə deyil, ümumiyyətcə yaxşı nəticə deyil. Amma mənim kimi tarixi əziyyətlə öyrənən bir insan üçün, yəni 50 bal pis deyil. Yaxşı bir nəticədir. Sizə bu videoda mən tarixi necə öyrənə bilmədim, ondan danışacağam. Ümumiyyətlə deyirlər ki, 10-cu sinifi elə dəyərləndirin ki, sanki bu ilin imtahanınız var və siz bu imtahanı verəcəksiniz. Amma mən təəssüf ki, tarix üzrə bunu deyə bilməyəcəm. Belə deyim, mənim digər fənlərim heç bir şəkildə zəif deyil, amma mənim tarixim çox zəifdir. Yəni, mənə tarix öyrədə biləcək müəllim hələ ki yoxdur, yəni öyrənə bilmirəm tarixi. Birincisi, bu tarixi sevməməklə irəli gəlir. Bəlkə tarixi əgər biraz sevsəydim, öyrənə bilərdim. Əvvəllər, yəni sentyabr ayı ilk başlayanda mənə ən asan fən kimi tarix görünürdü və ən çətin fən kimi coğrafiya görünürdü. Tarix mənə o qədər rahat görünürdü ki, hal-hazırda mən sınaqlarda ən aşağı faizi tarixdən göstərirəm. Və məsələn, tarix testi gəlir. Bu testə baxanda düşünürük ki, bu test asandır yoxsa çətindir. Mən tarix testinə baxıram, tarix testinin asan yoxsa çətin olduğunu başa düşmürəm. Heç bir şəkildə günah müəllimdə görmürəm bu arada. Çünki müəllimin yəni qarşısında yüzlərlə şagird olur və yaxşı nəticələr də olur, pis nəticələr də olur. Yəni mən sadəcə özümə ən uyğun müəllimi axtarıram. Belə deyim, riyaziyyat mənim üçün elə bir fəndir ki, 10 müəllimdən bəlkə də 6-sının, 7-sinin yanında mən oturub riyaziyyat öyrənə bilərəm. Amma tarix elə bir fəndir ki, mən tarixi heç bir şəkildə sevmirəm. Yəni tarix başdan ayağa mənə əzbərçilik kimi gəlir. Buna görə də biraz laqeyd yanaşmışam tarixə, bu ola bilər. Yəni, düzün desəm 10-cu sinifi tarix fənni üçün istədiyim kimi dəyərləndirə bilmədim. Gələn il eləyəcək işim həqiqətən çoxdur. Yəni, dediyim kimi bir çox vəsait istifadə eləmişəm. Bütün demək olar müəllif kitablarına baxmışam. Anar Sevin kitabları həddindən artıq qalındı. Xüsusilə onun ümumi tarix kitabı çox qalındı və gözüm qorxdu. Ən azından Mehdi Həsənovun kitabı biraz nazikdir. Yəni, tarix elə bir dramdır ki, mən üçün. Öyrənə bilmirəm artıq. İlk başlarda tarixi əzbərləməyə çalışırdım. Yəni, tam mövzunu oxuyurdum. Daha sonra hər cümləsini öyrənməyə çalışırdım. Bir də xronologiyanı öyrənmək üçün bir siyahı dəftərim var idi, xronologiya dəftərim. Bütün hadisələri il qarşısında hadisə olacaq şəkildə yazırdım və onu əzbərləməyə çalışırdım. Yəni, bu şəkildə heç bir şəkildə yadımda qalmırdı. Normalda yaddaşı pis olan bir insan deyiləm. Riyaziyyat öyrənə bilirəm, coğrafiya öyrənə bilirəm, Azərbaycan dili, ingilis dili öyrənə bilirəm, ingilislə boyda sözlər əzbərləyirəm. Coğrafiyadan da biz bunu eləyirik, dağların hündürlüklərini öyrənirik. Dünyada sayısız dağ var. Bunların hamısının zirvələrin hündürlüklərini öyrənirik. Azərbaycanda elə Qafqaz dağlarında nə qədər zirvələr var. Bunların hamısının hündürlüklərini biz yəni bəzi məsələlərə görə konkret şəkildə əzbərləyirik. Yəni riyaziyyatda sayısız hesabsız bəlkə düsturlar əzbərləyirik. Tamam, bəzilərinin çıxarılışını öyrənirik, amma riyaziyyatda həndəsənin 90% əzbərdən ibarətdir. Ya da ingilis dilində sayısız hesabsız sözlər əzbərləyirik, yəni. Həmin o level'a gəlib çatana kimi o qədər çox söz əzbərləyirik ki, ingilis dilindən. Azərbaycan dilində də yəni bir dənə problem gəlir, bu tarixdə yaranır. Qabağıma qoyub 2 cümləni əzbərləyə bilmirəm. Tarixlə, yəni ulduzlarım heç vaxt barışmayıb. Nə vaxt barışacaq? Yəni bu fənlə nə edəcəm bu il? Heç bir fikrim yoxdur. Məsələn, mövzunu açıram, oxuyuram. Mənə o qədər mücərrət gəlir ki, məsələn, Qaraxanlı dövləti, Qəznəlilər dövləti. 2 dövlətin oxşarlığını verəndə var. Beynim yanırdı orada, yəni o dövləti təsəvvür edirəm, bu dövləti təsəvvür edirəm. Yəni düşünə bilmirəm elə bil. Məsələn, kitabların arasında belə şeylər yazırdım. Bu xronologiyanı çıxarmışam da, dərsin xronologiyasını çıxarmışam. Mövzunun sonuna özünün xronologiyalarını yazırdım. Bu şəkildə əzbərləməyə çalışırdım. Gördüm ki, yəni heç bir şəkildə öyrənə bilmirəm. Yəni tarixdə çox hissəsi xronologiyadan ibarətdir. Test toplusun ümumiyyətlə işləyə bilmirəm. Yəni mən tarixi necə öyrənəcəm? Bu haqda heç bir fikrim yoxdur. Tamam, mövzunu oxudum, başa da düşdüm. Amma mövzu onun testini yazmağa gələndə o qədər çətinlik çəkirəm ki. Bu biraz mənim tarixə laqeyd yanaşmamdan irəli gələ bilər, amma onu deyim ki, mən coğrafiyanı da ilin başında heç sevmirdim. Hətta sentyabrda mən ilk dəfə hazırlığa başlayanda tarix mənə ən asan fən kimi görünürdü. Yəni düşünürdüm ki, material veriləcək, bunu əzbərləyəcəm və bitəcək. Amma tarix ondan ibarət deyilmiş. Tam olaraq tarix mənə qapalı bir qutu kimi görünür. Elə bil onun haqqında heç nə bilmirəm, o qutunu necə açacağımı bilmirəm.
Mən coğrafiyanı sevdirən şəxsən müəllimim olub. Yəni mənə coğrafiyanı o dərəcədə sevdirdi ki. Amma tarixdə mövzular elə deyil. Tarix oxuyanda çox sıxılıram və ümumiyyətlə tarix oxuya bilmirəm. Heç bir fikrim yoxdur. Yəni gələn materialı çatdıracağam, çatdırmayacağam. Yəni mənə tarixi sevdirə biləcək, tarixi mənə öyrədə biləcək bir müəllim hələ qabağıma çıxmayıb. Əgər mənə verə biləcəyiniz tövsiyələriniz varsa, bildiyiniz yaxşı tarix öyrənmə metodları varsa, aşağıda kommentar bölümündə mənimlə bölüşməyi unutmayın. Hal-hazırda abituriyentlərin çox sayəsində ikinci şansa hazırlaşır. Gələn vaxtlar sizə bir video çəkərəm və videonun adı da 0-dan 1 ilə tarixi necə öyrəndim olar. Gələn videolarda görüşənədək.